Dostlar, keçən səfər biz 6-cı fəsildən oxuduq. Necə ki, Rəbb İsa Məsih o tumarın möhürlərini açır. Bir-bir açır. Birinci, ikinci, üçüncü, dördüncü və birinci möhürü açanda biz gördük ki, bir ağ at meydana çıxır. Atın üstündə bu atlı olan qələbə çalmaq istəyir. Biz keçən səfər də danışdıq bu haqda. Yəni bu kimdir? Sonra müharibələr baş verir. Sonra müharibələr əlbəttə ki olanda aclıq da baş verir. Sonra da ki ölüm haqqında çox adam qırılır. Üçdə biri yəni insan qırılacaq. Bu yəni həmən qiyamət günündə, bu əzab günlərdə və ümumiyyətlə bu Rəbbin qəzəbi, ya Rəbbin qəzəb günləri belə deyək daha doğrusu, 3 mərhələdən ibarətdir. Mən dedim, birinci mərhələ keçdi və sonra da ikinci mərhələyə biz indi keçirik. 7-ci fəsildə də görün nə yazılır. Mən keçən səfər dedim ki, Vəhiy kitabında maraqlı belə ümumiyyətlə deyilir. 5-ci fəsil məsəl üçün, 5-ci fəsildə göylərdə nə baş verir yazılır, sonra 6-cı fəsildə yerdə nə baş verir yazılır, sonra yenə də 7-ci fəsildə göylərdə, sonra yenə də yerdə. Bax belə, bu elə bil ki, xronologiyadır və əvvəl göylərdə nə baş verir, sonra yerdə nə baş verir, sonra yenə də göylərdə nə baş verir və yenə də yerdə nə baş verir. Biz bu haqda oxuyuruq. Deməli, indi 7-ci fəsildə göylərdə nə baş verir? Deməli, biz görürük ki, böyük bir zəlzələ çaldı, zəlzələ oldu. İnsanlar qorxudan, böyük bir qorxudan, Rəbbin qəzəbindən özlərinə gizlənmək üçün yer axtarırlar. Dağlara da müraciət edirlər, deyirlər dağlara, qayalara, üstümüzə qopub düşün və bizi taxta oturanın üzündən, quzunun qəzəbindən gizlədin. Çünki qəzəblərinin böyük günü gəlib çatdı və ona qarşı kim dura bilər? Bu dəhşətli bir gün çatanda, bunu görəndə onlar anladı ki, bu doğrudan da Rəbbin qisasıdır. Və baxın necə 7-ci fəsil başlanır. Bundan sonra 1-ci ayədən oxuyuruq. Bundan sonra mən yeryüzünün 4 küncündə dayanan 4 mələk gördüm. Onlar yeryüzünün 4 küləyini tutmuşdular ki, nə quru, nə dəniz, nə də bir ağac üstünə yel əssin. Gündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhrünə malik idi. O uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş 4 mələyə çağırıb dedi: Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayaq. Möhürlənmiş şəxslərin sayını da eşitdim. Və burada İsrail xalqından söz gedir. İsrail övladlarının bütün qəbilələrindən 144 min nəfər möhürlənmişdir. Deməli, biz burada görürük ki, Rəbb Allahın 4 mələyi var. Onlara səlahiyyət verilib. Onlar nə etməli idilər? Necə? Onlar, bu 4 mələklər bu yeryüzünü məhv etməli idilər. Yəni onlara belə bir səlahiyyət verilib. Amma onlara tapşırılıb ki, deməli, yeryüzünün deməli 4 küləyini tutmuşdular ki, nə quru, nə dəniz, nə də bir ağac üstünə yel əssin. Məhv etməsinlər. Ümumiyyətlə, biz müqəddəs yazıda bir neçə yeri oxuyuruq. Harada ki, Rəbb Allah öz mələklərinə tapşırıq verir ki, filan yeri geçsin, filan yeri məhv etsin. Rəbb Allahın mələkləri, onlar kimdir?
Rəbb Allah mələkləri yaradıb, elə deyilmi? Mələklər gözə görünməzdir, amma gözə görünə də bilərlər. Yəni Rəbb Allah istəsə öz mələyini filan yerə göndərib kiməsə yəni aşkar ola bilər. Məsəl üçün biz kitabda oxuruq Məryəm haqqında. Məryəm mələyi gördü, görməyib? Görüb. Sonra mələyi kim görüb? İsa Məsih. Yaqub görmüş. Yaqub mələklərin. Yaqub mələkləri görüb. Sonra kim görüb? Qadınlar görmüşdü İsa'nı. Kim? İsa'nın qəbrinasında qadınlar. Qadınlar görüb. Sonra Moisey görüb Yahya'da. Moisey görüb, Musa görüb. Musa da görüb. Zekeriya görüb. Yahya atası. Bəli, bəli, Yahyanın atası Zəkəri o da görüb, ona Cəbrail göndərilib. Eləmi? Samson valideynləri, anası, atası görüb, onlara da göndərilib. Gideon, İbrahim. İbrahim görübmü, görməyib? Görüb. Qonaq gəlir yeməyə görə də. Tanımadı daha doğrusu belə deyək də. Amma sonradan Rəbb Allah ona açıb. Və dostlar, onlar İbrahimin evində qonaq olaraq yola çıxdılar. Yadınızdadır o iki mələk. Hara getdilər? Rus peyğəmbərin yaşadığı Məkanını belə deyək də, Saddom və Hamora adlanan şəhərlər var idi. O şəhərləri məhv etməli idilər. Niyə? Çünki çox yoldan çıxmışlar. Yoldan çıxmışlar, bəli. Saddomlu, indi yəni ki, bu bizim dövrümüzdə də elə bir insanlar var ki, onları Saddomlu adlandırırlar da. Eşitmisiniz yəqin ki. Amerikada. Yəni oradan gəlir. Oradan gəlir. İbrahim peyğəmbərin dövründən gəlir. Və Rəbb Allahın qulağına gəlib bir fəryad çatıb. Bu nə fəryad? Oradan. Yəni zülm, işgənc verən insanlar var idi. Və Rəbb Allah ora mələkləri göndərir ki, Lutu oradan çıxartsın. Lutun kimi varsa, qızlarıdır, yoldaşıdır, sonra kürəkənləri də var idi. Onları yəni o zülmdən qutarsın. Çünki o mələklər həmən şəhərləri daha doğrusu o ətrafı da məhv etməli idilər odla. Yadınızdadır. Elə də oldu. Bəli, Lut deməli xilas oldu. Qızlar, övladları yəni xilas oldu. Yoldaşı isə Uydu da düşmənlərə uydu. necə? O şəhərdən çıxanda geri baxdı. Geri baxdı. Geri baxdı, duza döndü. Geri baxaraq duz sütununa döndü. Elə deyilmi? Amma ona deyilmişdi ki, nəinki ona hamiyə deyilmişdi ki, geriyə baxma. Niyə geriyə baxıb sizcə? Niyə geriyə dönüb? Var dövlət qalıb. Bilirsiniz, bizim dövrümüzdə də elə bir insanlar var ki, baxırsan güya imanlıdır, amma geriyə dönür. Geriyə dönür. Yazılıb ki, dünyanı və dünyada olan şeyləri sevməyin. Sevməyin. Çünki dünyada nə varsa keçib gedir. Amma Allahın iradəsini yerinə yetirən isə əbədi həyata malikdir. Yəni ona əbədi həyat verilir. Və dostlar, burada da biz görürük ki, Rəbb Allahın mələkləri var. Onlara da tapşırlıq verib ki, bax bu dünyanı siz məhv etməlisiniz. Amma görürük ki, bundan sonra nə baş verirsə, onlara da tapşırıq verilir ki, dayanın deyir. Və hələ ki dünyanı məhv etməyin. Niyə? Çünki burada mənə iman edən seçilmişlər var. Birincisi kim? İsrail xalqından. Dostlar, İsrail xalqından da ki, bütün İsrail yox, yalnız 144 min burada möhürlənmiş, yəni seçilmiş insanlar vardır. İsrail xalqına hal-hazırda bizim bu
planetimizdə təxminən bir 19-20 milyona qədər yəni Yahudilər, İbranilər vardır. Amma bu 20 milyondan yalnız burada biz görürük ki 144 min nəfər iman edib. Necə iman edib? Bunu sonra biz oxuyacaq. 9-cu, 10-cu fəsildə deyilir, necə onlar imana gəldi. Və baxın burada həmən bu Yahudilərin, daha doğrusu İsrail xalqının qəbilələri burada sayılır. Hər qəbilədən, 12 qəbilədən 12 min nəfər satın alındı. Yəni ki, xilas olundu. Hal-hazırda yəni bu İsrail xalqının biz bilirik ki, görürük də, Yahudiləri görürük də, belə də İbranilər. Hansı qəbilədəndir soruşsan bilmirlər. Bilmirlər. İndi bəzilər bəlkə də bilər. İndi bir neçə qəbilə açılıbdır. Deyirlər ki, 3 milyona qədər Hindistanda Manasya qəbiləsindən, yəni ki, İsrail xalqından aşkar olunub. Sonra Əfqanistanda Ruvim burada deyilir, daha doğrusu Ruvim qəbiləsindən orada da yəni aşkar olunub. Amma onlar orada özlərini Yahudi saymırlar. Onlar İslam dinini qəbul ediblər. Baxmayaraq ki, onlar İsrail xalqındandır. Sonra bu açılacaq. Bu qəzəb günlərində açılacaq. Dostlar, indi elə bil ki, gizlidir, amma Rəbb hər kəsi bilir. Bu hansı qəbilədəndir, bu hansı qəbilədəndir. Yəni ola bilsin ki, indi bu götürək bax bizim ölkəmizdə olan Yahudilər də var da. Onları bilirsiniz necə adlandırırlar? Yevreylər. Rusca bəl. Eşitmisiniz elə bir tatlar var, Tat milləti. Eşitmisiniz də? Hə? Onlar da bilirsiniz də İbranilər də. Ya xəbəriniz yoxdur? Xəbəriniz yoxdur? Bax onlar da elə sən demişkən yevreylərdir, Yahudilər. Bəli, tatlar. Baxmayaraq ki, tat tutuyor, Azərbaycanlıdır da. Bizim qardaşımız var idi, Bəybala kişi. Elçin qardaş çox gözəl tanıyırdı. O da tat idi. Bilmirəm xəbərim varmı ya yox. Tat olduğumu bilmirdim, İrandan oldu. İrandan gələnlər də, yəni amma tat olub deyil. Belə. Dostlar, yəni özlərini elə adlandırırlar. Tat nə deməkdir? Yəni dağda olan İbranilərdən onlara tat adlandırırdılar. İndi də elə adlandırırlar. Sonra bu yəni ki, bu əzab günlərdə biz görürük ki, millətlər qırılır, amma İbraniləri Rəbb Allah qoruyur. 9-cu ayədən baxaq nə yazılıb. Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan, hər dildən olan heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və quzunun önündə dayanıb, yəni göylərdə. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. Uca səslə nida edirlər. Xilas taxta oturan Allahımıza və quzuya məxsusdur. Bütün mələklər də taxtın, ağsaqqalların və 4 canlı məxluqun ətrafında dayanmışdı. Onlar taxtın önündə üz üstə yerə qapanaraq Allaha səcdə edib deyirdilər. Deməli, onlar dedilər ki, amin, Allahımıza əbədi olaraq alqış, izzət, hikmət, şükür, şərəf, qüdrət və qüvvət olsun, amin. Bura qədər, dostlar, yaxşı, bəs bunlar kimdir? Hər tayfadan, millətdən, xalqdan. Bax, bu gələnlər kimdir? Bax, Rəbb Allahın qarşısında, taxtın qarşısında durublar göylərdə. Artıq onlar da xilas olunurlar. Onlara ağ xalat, yəni ağ paltar geyim verilib. Artıq onlar Rəbblə daima əbədi orada yaşayırlar. Sizcə bunlar kimdir? Xilas olanlar. Yəni, xilas olanlar kimdir? İmanlar. İmanla. Xilas olanlar nədən xilas olunub?
şey. Demək olarmı ki, bu cəmiyyətdir? Ne de yok. Hə? Yaxşı, sonra kim necə başa düşür? Ayda bacı, sən necə başa düşürsən? Kimdir bunlar? Sonra da söyle yani. Ah havalılar. Dostlar, baxın 6-cı fəsildə keçən səfər biz oxuduq. 9-cu ayədən deyilir. Quzu deməli 5-ci möhrü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm. Deməli, müharibə vaxtı, yadınızda da keçən səfər danışdım. Müharibə vaxtı çox insan qırıldı və onlar arasında da imanlılar var idi. Onlar iman etdi. Onlar kimdir iman edən? Dostlar, cəmiyyət artıq göylərdədir, çoxdan göylərdədir. Belə deyək də, bu vəhiy kitabına əsasən. Amma bu bacı qardaşların, yəni o cəmiyyətin, o bacı qardaşların qohum əqrəbəsi var. Tanışları, dostları, kiminsə övladı, kiminsə yoldaşı elə də imana gəlməyib. Elə də cəmiyyət üzvüsü olmayıb. Elə də Rəblə barışmayıb. Elə də İsanı Rəb Allah kimi, o kəsilmiş quzu kimi qəbul etməyib. Amma günlərin birində görəcəklər ki, cəmiyyət yoxdur burada. Bacı qardaşlar yoxdurlar. Anam, atam yoxdur. Yoldaşım yoxdur. Götürülüb. Aparılıb, göylərə aparılıb. Belə olacaq dostlar. Bundan sonra da elə bil bu duz götürüləndən sonra dünya xarabaya düşür. Dünya xarabaya düşən kimi onda da çoxların gözləri açılacaq. Gözləri açılacaq ki, nə vaxtsa bizim ata-anamız, bacılarımız, qardaşlarımız, əmilərimiz, tanışlarımız, qonşumuz İsa Məsih haqqında bizə şəhadət edirdilər. Deyirdilər ki, sən də iman et, tələskinlə, çünki dünyanın axırıdır, Rəbbin gəlişi çox yaxındır. Axı, niyə onu qəbul etmirsən? Susurdular, utanırdılar, qorxurdular, gələ ki, inkar edirdilər. Bəlkə də kimsə qovurdu, kimsə gülürdü. O, Lut Peyğəmbərin kürəkənləri kimi elə başa düşürdülər ki, Lut zarafat edir. Anladınız? Amma onların başına bu əhvalat, yəni onların başına gələndə onlar daha xilas oluna bilmədilər. Niyə? Çünki onlar hamısı orada da yandı. Yanıb öldülər, külə döndülər. Çünki od kükürdlə, yəni göylərdən tökülmüşdü. Siz təsəvvür edin, partlayışlar olub əməlli başlı göydən və onlar hamısı külə döndülər. Burada da inanmadılar, ya da qorxdular, ya da deyirdilər ki, görəsən, yaxşı, mən iman etsəm, evdəkilər mənə necə baxacaq? Məndən üz döndürəcəklər. Və nəhayət bunlar burada qalırlar, amma görəndə ki, cəmiyyət götürüldü, onda başa düşəcəklər ki, mən əgər İsa'nın adını çağırmasam, əgər mən ona müraciət etməsəm, əgər onu xilaskar kimi qəbul etməsəm, mən də, bax, bu insanlar kimi məhv olacağam. Mən də cəhənnəmə düşəcəyəm, odlu gölə düşəcəyəm. Buna görə də onlar dua edirlər, onların gözləri açılır, onlar oyanırlar. Onlar Rəbbə fəryadla dua edirlər, amma kənardan görənlər onlara nifrət edir, onları öldürür, onları qırırlar. Ya da ki, sən ölməlisən, ya da ki, İsa'nı inkar etməlisən. Yox, deyir, mən ölüm, amma Məsihlə qalım. Və bunlar da ki, dostlar, doğrudan da məhv olunur. Və 9-cu ayədə 6-cı fəsildə biz oxuyuruq ki, deməli, qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm. Onlar uca səslə fəryad edirdi. Ey müqəddəs və haqq olan Pərverdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan. Onda hər birinə ağ xalat verilib deyildi ki,
özləri ilə birgə qulluq edən onlar kimi öldürüləcək bacı qardaşlarının sayı tamam olanda, yəni olana qədər bir az vaxt rahat olsunlar. Deməli, burada biz oxuyuruq ki, onlara ağ xalat verildi. Və 7-ci fəsildə də biz bunu oxuyuruq. 7-ci fəsildə də deyilir ki, onlar ağ xalat geyinib və əllərində xurma budaqları tutublar. Uca səslə nida edirlər. Rəbbi izzətləndirirlər. Və baxın dostlar, biz 13-cü ayədən oxuyuruq. Burada da Yahya onlara baxaraq deyir, yaxşı, o cəmiyyətdir. Bəs bunlar kimdir? Bunlar kimdir? Və 13-cü ayədən oxuyuruq. Bu arada ağsaqqallardan biri məndən soruşdu. Ağ xalat geyinmiş bu şəxslər kimdir və hardan gəliblər? Ona dedim, ağa, bunu sən bilirsən. O mənə dedi. Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub quzunun qanı ilə ağartdılar. Buna görə də onlar Allahın taxtının önündədir. Gecə-gündüz məbədində ona ibadət edirlər. Artıq göylərdədirlər. Bax, bu da ikinci mərhələdir. Deməli, bu insanlar böyük əziyyətdən keçib gələnlərdir. Dostlar, gələnlərdir. Bax, onlar həmən deməli, böyük əziyyət günlərində iman edərək yalnız ölüm vasitəsilə xilas oldular. Başqa yol yoxdur. Yəni ki, o həmən günlərdə başqa bir yol olmayacaq. Başqa bir variant da olmayacaq, belə deyək. Çünki əgər sən Rəblə barışmısansa, onda bax, elələri hamısını qovacaqlar. Nəinki qovacaqlar? Öldürəcəklər. Kəsilmiş olacaq. Elə yazılıb. Kəsilmiş olacaq. Siz təsəvvür edin. İndi biz hal-hazırda eşidirik ki, məsəl üçün Çin ölkəsində ya da belə deyək də Afrika ölkələrdə bəzi yerlərdə məsihçiləri doğrudan da öldürürlər. Bəziləri yandırırlar, bəziləri asırlar. Niyə? Çünki onlar Məsihi qəbul ediblər. Nə yaxşı ki, burada belə sakitçilikdir, belə bir şey yoxdur. Amma belə bir ölkələr var. Məsəl üçün, İranda kim İsanı qəbul edirsə, düzdür, orada gizli məsihçilər var. Yəni, onlara tanımırlar. Amma aşkar olunsa, o saat onu asırlar, edam edirlər. Artıq orada Yevropalaşdılar. Əgər sən... Bax, İranda belədir. Əgər sən İsanı qəbul etdinsə, əgər sən xristiyan oldunsa, yəni məsihçi oldunsa, o saat səni asacaqlar. O saat səni asacaqlar. Eləcə də, məsəl üçün, Əfqanistan, Pakistan, Hindistanda da elə, Hindistan ölkəsində, bax, bu yaxınlarda bir gecənin içində 300 nəfərə qədər pastor, yəni xidmətçiləri tutub həbs etdilər. Siz təsəvvür edin və cəmiyyətləri, ibadət evləri bağlayıblar. Onlar isə yanki xidmətçiləri həbs ediblər. İndi onların talehi necədir, nə olacaq, nə baş verəcək, onu da bilmirik. Mən burada, üzr istəyirəm, mən burada bir neçə nəfəri tanıyıram. Hansı ki, böyük bir doğrudan da əziyyətdən keçir. Bax, bizim Sahilə bacımız var idi, yadınızdadır. Nə qədər ona zülüm verib yoldaşı, evdəkilər, evdən qovurdular, döyürdülər. Bizim qardaşlarımız Gədəbəyə gedib orada müjdəliyirdilər. 2 bacı imana gəldi. O 2 bacının deməli, qovum əqrəbaları əllərinə yaba götürüb, balta götürüb bizim qardaşlarımızı qovurdular, öldürmək istəyirdilər. Bacıların birinin qolunu sındırmışdılar. Bax, belə bir əziyyətdən, yəni bizim burada olan bacılarımız da bu əziyyətdən keçir. Amma buna baxmayaraq, elə bir günlər gələcək ki, bax, bu həmin o əziyyət qiyamət günündə kim İsa'nın adını çağırsa, yalnız çağırsa, İsa mənə kömək et. O saat kim onu eşitsə, yadınızdadır Daniel neynədir? Daniel vaxtında deməli əmr verilmişdi ki, 30 gün ərzində kim, hansı bir insan, hansı bir tanrıya
müraciət edib, dua edib, yəni Tanrının adını çağırsa, o öldürülməlidir, quyuya atılmalıdır. O quyuda da şirlər var idi, yadınızdadır. Bir Yox, amma Daniel isə öz Rəbbinə sadiq qalaraq nə edirdi? 3 gün, üzr istəyirəm, 3 dəfə gün ərzində dua edirdi. Və necə dua edirdi? Kimin yadındadır? Pəncərələri açıb, evin pəncərəsini açıb dua edirdi. Ay Daniel, axı səni görüb eşidəcəklər. Pəncərəni ört də, niyə örtürsən? Niyə açıqsa? Yox, qorxmurdu, utanmırdı. Utanmırdı. Ölsəm belə amma Rəbblə qalacağam. Rəbbə sadiq qalaram. Pəncərəni açıb dua edirdi. Dua edirdi. Və kənardan keçən duasını eşidib, gördü ki, bax bu Daniel dizlərini çöküb dua edir. O saat padşaha çatdırdılar. Və onu quyuya atdılar. Amma yenə də Rəbb onu orada qorudu. Bəli. Və burada da biz görürük ki, bax bu insanlar böyük bir əziyyətdən keçib gələnlərdir. Və baxın burada nə yazılıb? 16-cı ayədən oxuyuruq. Onlar bir daha nə ac, nə də susuz qalacaq. Günəş və qızmar isti onları vurmayacaq. Çünki taxtın ortasında olan quzu onların çobanı olacaq. Onları həyat suyunun qaynaqlarına aparacaq. Allah onların bütün göz yaşlarını siləcək. Ora yaş gözləri ilə ağlaya-ağlaya gələcəklər, amma Rəbb onları qarşılayıb yaş gözlərini yazılıb ki, siləcək, ağlamayın. Nə vaxta qədər, ya Rəbb, qisasını almayacaqsın, nə vaxta qədər? Onlara ağ xalat verilib, onların göz yaşları silinib və onlara təsəlli verilib. Artıq mənimləsiz, artıq o əziyyəti görməyəcəksiniz. Orada nə baş verəcək, görəcəksiniz. Görəcəksiniz. Orada nələr olacaq, görəcəksiniz. Və nəhayət yadelli insanların, bütün o millətlərin, tayfaların, xalqların sayı tamamlanır. Bunu biz Romalıların məktubunda da oxuyuruq. Çaşmıramsa 11-ci fəsildə deyilir. O axırıncı, belə deyək də, yadelli insandan axırıncı o həmən o xilas qapısını keçərək, nə vaxt ki, keçən kimi xilas olunacaq, o saat qapılar örtülür. Yəni artıq ondan sonra başqa xalqlar üçün xilas olmayacaq. Yalnız İsrail xalqı üçün. Yalnız İsrail xalqı üçün. Amma bunlar üçün hələ ki vaxt var biraz. Onlar birinci mərhələdə xilas olunur. Sonra isə dostlar, bu 7 il əzab dövrü çox çətin bir dövr olacaq.